Здравствуйте, дорогие друзья, еще раз. Давайте продолжим. Bu hissəmizdə mən uslovnaya naklonение, şərt cümlələri haqqında danışacağım. Çünki mən fikir verdiyim qədər günlük həyatda bu yesli, yəni əgər hissəciyi ilə başlayan cümlələrdə bəzən səhvlər buraxa bilirsiniz. Ona görə gəlin bu haqda bir ətraflı danışmağa çalışaq. Əslində, yəni dərsin adı sizi çaşdırmasın. Çox asan bir dərsdir. Sadəcə xırda bir-iki dənə detalı, bir-iki xırda nüansı yadda saxlamaq lazımdır. Rus dilində şərt cümləsi iki variantda olur. Yəni bizdə bir dənədir, əgər. Bir də əgər ki var, bilmirəm. Azərbaycan dili müəllimləri hər halda mənə söyləyər, orada yazarsınız. Bu əgər ki olsaydım, yəni hər halda bu arzu tərzi kimi gedir Azərbaycan dilində. Amma Rus dilində bu şərt cümlələrdir. Şərt cümlələrimiz iki variant olur. Yesli, əgər və yesli bu, əgər ki hissəcikləri ilə düzələn cümlələrimiz. Cümlələrimizin fərqi nədədir? Və yaxud bu hissəciklərimizin fərqi nədədir? Yesli qəti şərt cümləsidir. Yəni baş verən həqiqətən bir hadisəyə fikrin bildirilməsidir. Yəni hadisə həqiqətən, gerçəkdən baş verir və siz ona bir təpki olaraq, bir reaksiya olaraq yesli ilə cümlə qurursunuz. Yesli bu isə baş verməyən, olmayan və bir daha olmayacaq bir hərəkətin göstəricisidir və bu cümlələri də yesli bu ilə qururuq. Yəni yesli bu ilə istifadə olunan cümlələrdə ikinci cümləmizə ya mübtədadan sonra, ya xəbərdən sonra mütləq surətdə bu hissəciyini istifadə etməyimiz lazım. Yəni iki dənə bu hissəciyi olur. Biri yesli bu, biri də feildən sonra və yaxud mübtədadan sonraki bu. Məsələn, qəti şərt cümləsi, yəni qəti real hərəkət haqqında danışdığımız şərt cümləsi. Na ulici idет дождь. Küçədə yağış yağır. Yəni hal-hazırda burada uzaq, Azərbaycandan çox da uzaqda olan, dənizi olmayan, amma adı dənizli olan bir şəhərdəyəm mən. Bu şəhərdə hal-hazırda leysan yağışlar yağır. Bir həftədir. Əsl Hind filmlərində olduğu kimi bir anda leysan yağışlar yağır, bir anda da hava quruyur. Sadəcə Hind musiqiləri çatmır. Na ulici idет дождь. Küçədə yağış yağır və mən deyirəm ki, təpki olaraq, yəni real bir hərəkət haqqında danışırsınız və mən sizə deyirəm, если на улице идет дождь, возьми зонт. Yəni əgər yağış yağırsa, şəmsiyə götür, yəni çətiri götür. Real olan bir hərəkətə reaksiyamı verdim. Ya плохо себя чувствую. Görürəm burada da siz hər halda müəllimə плохо sözünü düzgün yaza bilməyib deyə bir təpki verəcəksiniz, amma bəzən yazarkən belə səhvlər olur. Ya плохо себя чувствую. Mən özümü pis hiss edirəm və reaksiya verirəm. Если ты себя плохо чувствуешь, сходи к врачу. Əgər sən özünü pis hiss edirsənsə, həkimə get. Yəni real olan bir hərəkət haqqında danışdıq və buradakı yesli əgər olmayan bir hərəkəti deyil, həqiqətən olan, baş verən bir hərəkəti göstərdi və fikir verdinizsə, belə cümlələrimizdə, yəni real olan hərəkət haqqında danışdığımız cümlələrdə ikinci hissəmizdəki istifadə olunan feillərimiz hər zaman əmr tərzində olur. Bu hərəkəti et. Əgər başın ağrıyırsa, dərman iç. Yəni konkret olaraq bu hərəkəti gör, bu hərəkəti et. Yesli bu ilə qurulan cümlələrimiz qeyri-real, yəni real olmayan hərəkətlərin haqqında danışır. Когда я пришел к вам, тебя не было дома. Mən sizə gələndə sən evdə yoxdun və cavab reaksiyamız. Если бы ты пришел на 5 минут раньше, zastал бы меня дома. Yəni əgər ki 5 dəqiqə öncə gəlsəydin, məni evdə tapardın. Belə bir cümləmiz, yəni belə bir reaksiyamız. Gördüyümüz kimi burada real olmayan bir hərəkət haqqında danışır. Yəni bu 5 dəqiqə daha geri dönməyəcək və mən də 5 dəqiqə öncə artıq gələ bilməyəcəm. Çünki artıq ötürülmüş, keçirilmiş bir hərəkət haqqında mən danışıram. O yüzdən belə cümlələrimizə hər zaman feillərimiz keçmiş zamanda olur. Azərbaycan dilində bu gəlsəydin, etsəydin biz bu variantda qoyuruq, amma Rus dilində belə cümlələrimizə hansı zamanda baş verirsə baş versin hərəkət, feillər hər zaman keçmişdə qalacaq.
Я не смог сдать экзамен хорошо. Mən imtahanı yaxşı verə bilmədim. Və reaksiyamız. Если бы ты готовился к экзамену, ты бы сдал его. Eğer ki imtahana hazırlaşsaydın, onu verərdin. Gördüyümüz kimi bu hissəciyini bu dəfə, yəni birinci cümləmizdə xəbərdən sonra, ikinci cümləmizdə mübtədadan sonra istifadə etmişik və hər iki cümləmizi də keçmiş zamanda qoyaraq baş verməyəcək, bir daha olmayacaq qeyri-real bir hərəkət haqqında danışır. Əgər ki hazırlaşsaydı, yəni artıq o zaman geri dönməyəcək və sən o zamanı artıq geri ala bilməyəcəksən mənasını verir bu qeyri-real feillərimizlə istifadə olunan, yəni если бы hissəciyimizdə istifadə olunan cümlələrimiz. Paydomçi dərsi davam edək sıradakı hissəmizə. Rus dilində birinci şəxsi olmayan bəzi feillərimiz var. Gлаголы, которые не имеют первого лица. Birinci şəxsi olmayan, yəni məndə hallanmayan bəzi feillərimiz var. Gəlin bu feillərimiz haqqında danışaq. Победить, побеждать. Победить feilimiz qalib gəlmək, zəfər çalmaq anlamını verir. Победить feili bir совершенный vid, bitkin tərs feilidir. Ancaq keçmişdə победил və bir də gələcəkdə olur. Onun indiki zaman variantı təbii ki побеждать feilidir. Побеждать feilimiz normal, düzənli feildir. Yəni sırf qanunla hallanan. Побеждаю, побеждаешь, побеждает, побеждаем, побеждаете, побеждают. Победить feilimiz, yəni побеждать feilimiz bütün şəxslərdə hallansa da, победить feilimizin indiki zamanı birinci şəxsdə yoxdur. Yəni rus dilində победить feili mən deyə hallamır. Əgər siz mən deyə istifadə etmək istəyirsinizsə, o zaman köməkçi olaraq я одерживаю победу deyirlər. Yəni və yaxud da я буду побеждать deyə istifadə edə bilərsiniz. İkinci şəxsdən başlayır. Ты победишь, он победит, мы победим, вы победите, они победят. Yəni qalib gələcəklər. Pranzit, pranzayt. Pranzit feilimiz sancmaq deməkdir. Bu iynə ilə sancmaq, nə bilim bayrağı harasa sancmaq, qayçını harasa sancmaq mənasında istifadə olunan bir feildir. Pranzit feilimiz də совершенный vid feilidir. Onun indiki zamanı pranzaytdır. Pranzayt feilimiz indiki zamanda hallanır. Pranzayu, pranzayış bütün şəxslər üzrə. Amma pranzit bitkin olduğu üçün o sadəcə keçmiş və gələcəkdə ola bilər. Pranzil və gələcəkdə dediyimiz kimi birinci şəxsdə yoxdur. Ты пронзишь, он пронзит, мы пронзим, вы пронзите, они пронзят deyə istifadə edə bilərsiniz. Yəni edəcəklər gələcək zaman. Birinci şəxsdə təbii ki ya budu pranzat variantı ilə qoya bilərsiniz feilimizi. Убедить feilimiz. Убедить feilimiz əmin etmək, inandırmaq, hər hansı bir şeyə mənasını verir feilimiz. Убедить feilimiz совершенный vid feilidir. Onun davam edici indiki zaman variantı убеждать, убеждаю, убеждаешь, yəni əmin edirəm. Normal düzənli feildir. Bütün şəxslər üzrə də hallana bilir. Lakin убедить feilinin birinci şəxsi yoxdur. Yəni mən bu hərəkəti edəcəm variantı rus dilində убедitdən yaramır. Ya budu убеждать deyə bilərsiniz. Amma ты убедишь, он убедит, мы убедим, вы убедите, они убедят deyə istifadə edə bilərsiniz. Çudit feilimiz axmaqlıq etmək, səfeh-səfeh hərəkətlər etmək, nə bilim, heç gözlənilməz bir qəribə hərəkətlər etmək mənası verir. Çudit, çuda sözündən, möcüzə sözündən yaranan bir sözdür. Yəni bir də çudak sözü var rus dilində, qəribə hərəkətlər edən, ağıl dışı hərəkətlər edən insanlar haqqında istifadə olunur. Feilimiz indiki zamanda hallanır, amma mən şəxsi yoxdur. Avtomatik səndən başlayır. Ты чудишь, он чудит, мы чудим, вы чудите, они чудят. Feilimizin bitkin tərzi u çudit variantıdır. Eyni çudit kimi u çudit feilimizin də mən variantı yoxdur. Yəni mən bu hərəkəti edirəm sözü rus dilində yoxdur. Növbəti hissəmizi izləməyi unutmayın.